Baş ağrısı ilə müraciət etmiş pasient. Pasienti həkimə gətirən sadəcə baş ağrısı idi. Amma beynin tam mərkəzində yerləşən, hormonal aktiv olan bir vəzimizin şiş aşkarlandı. Bir pasient yalnız uzun müddət keçməyən baş ağrısı ilə müraciət edə bilər. Bu zaman adətən miqren və stressə bağlı olan baş ağrıları düşünülür. Amma bəzi detallar bu pasientdə bizi daha dərinə baxmağa məcbur etdi. Xəstənin yanaşı olaraq yorğunluğu, menstrual pozunluğu, görmədə dəyişiklik epizodları, yan görmə pozulması kimi əlamətləri vardır və bu bizi məcbur etdi ki, pasientdə həm də hormonal müayinələr və maqnit rezonans tomografiyası aparaq. Nəticədə hipofiz vəzinin xoş xassəli şişi aşkarlandı. Hipofiz vəzi bədənin dirijoru kimidir. Onun tabeliyi altında qalxanvari vəzi, böyrək üstü vəzi, yumurtalıqlar, xayalar fəaliyyət göstərir və hətta boy hormonu siqnalları da idarə olunur. Ona görə də hipofizdə yaranan problem bəzən sadəcə baş ağrısı kimi başlaya bilir, amma arxasında ciddi hormonal pozğunluq dayana bilər. Ən vacib məqam isə budur ki, hipofiz şişi sözü hər zaman pasientdə xərçəng var demək deyil. Bu şişlərin böyük hissəsi xoşxassəli adenomalardır və müasir diaqnostika metodları ilə aşkarlandıqdan sonra müasir preparatlarla onun tam müalicəsi təmin oluna bilər. Yetər ki, zamanında doğru ünvana müraciət edəsiniz və bəzən bədən böyük bir problemləri kiçik siqnallarla verir. Bu siqnalları göz ardı etmədən zamanında endokrinoloji müayinə keçməkdə fayda vardır. Özünüzə yaxşı baxın və bu videonu davamlı olaraq baş ağrısı şikayətlərinə müraciət edən dost tanışlarınıza göstərməyi unutmayın. Özünüzə yaxşı baxın.